Gözümdə görmə problemi yarandı və göz həkiminə getdim. Birdən-birə oldu bu? Bəli. Orada isə məni beyin cərrahına yönləndirdilər. Beyin cərrahı isə məni təcil əməliyyat etdi. Ondan sonra isə məni sizə yönləndirdilər. Kəmalə xanım, əlimdə olan raporlarda sizin beyninizdə olan kütlənin süd vəzninizdəki törəmənin metastazı olduğu yazır. Siz bu vaxta qədər süd vəzninizdə hər hansı bir törəmə, şişkinlik, narahatlıq, asimmetriya, axıntı və s. hiss etməmisinizmi? Bəli, doktor, hiss etdim. Əvvəllər balaca fındıq boydaydı, sonra isə bir neçə aydan qoz boyda oldu. Bu son bir neçə müddətli isə alma boydadır. Belə buramda hiss eləyirəm. Mənim əzizlərim, az öncə normal həyatımızda tez-tez qarşılaşdığımız bir fraqmenti sizinlə paylaşdıq. Hər kəs Kəmalə xanım qədər şanslı olmur. Kəmalə xanım daxil olduğu saatdan etibarən həmən mamografisi çəkildi, biopsiyası alındı, histopatolojik olaraq xərçəng olduğu təsdiqləndikdən sonra müayinə və müalicələri tam şəkildə icra edildi. Bugün sağ-salamat şəkildə öz ailəsi və övladlarının yanındadır. Ancaq hər zaman hər kəs Kəmalə xanım qədər şanslı olmur. Çalışın, sağlığınıza biganə yanaşmayın.